Bundan sonra nisiyə mal alqı-satqısı ilə məşğul olan şəxslər bəzi kredit öhdəliklərindən də azad olunur. Kredit büroları haqqında qanunda edilən dəyişikliyə görə həmin şəxslərin adları qara siyahıya düşməyəcək. Məsələ ilə bağlı keçirdiyimiz sorğudan bəlli olur ki, bir çoxları bu yenilik barədə xəbərsiz olsa da, bunu müsbət qiymətləndirir. Mən indi bunu bugün oxudum internetdə, həqiqətən elə bir şey var. Deyilibsə bu yəqin ki düzgündür. Baxaq görək. Elə olursa çox gözəl. Yəni insanlara xeyir vermiş olur. Məsələ burasındadır ki, əvvəllər nisiyə mal alqı-satqısı ilə məşğul olan hüquqi və fiziki şəxslər müştərilərinə dair kredit tarixçələrini ən azı bir kredit bürosuna təqdim etməyə borclu idilər. Milli Məclisin üzvü Vüqar Bayramov bildirir ki, edilən dəyişikliyə əsasən bu kateqoriyaya aid sahibkarların il ərzində satış dövriyyələri 100 min manatı keçərsə belə, artıq kredit büroları məlumat təqdim etmək öhdəliyindən azad ediliblər. Nəzərə alsaq ki, müqavilələr qarşılıqlı öhdəliklərlə müəyyənləşir. Yəni, hər tərəflər arasında bağlanmış müqavilə əsasında öhdəliklər yerinə yetirir. Təbii ki, əgər qarşı tərəf müəyyənləşdirilmiş müddətli ödənişi həyata keçirmirsə, o zaman təbii ki, müqavilə bağlayan tərəfin məhkəməyə müraciət etmək və öhdəlik yerinə yetirməklə bağlı tələbi hüquqi müstəvidə reallaşdırmaq imkanları var. Kredit bürolarına məlumat verilməsi, yəni artıq qanunvericilikdən çıxarıldı. Bu da ona istinad edir ki, yəni şəxslər əgər kredit borcları var imişsə, bu hallarda kredit bürolarına nisiyə mal götürərkən kredit bürolarına məlumat verildiyi halda onun borcunun və qara siyahıda olması müəyyən ediləcəkdir. Amma bu qanunvericilikdən sonra isə kredit bürolarına məlumat verilmədiyi halda və onun da borcunun olması və ya qara siyahıda olması artıq müəyyən edilməyəcək. Qanunda dəyişiklik edilməzdən öncə bu sahədə müəyyən məhdudiyyətlər və problemlər mövcud idi. Məsələn, kredit bürolarına məlumat verilən zaman həm xərc, həm də vaxt tələb olunurdu. İqtisadçı Emin Qəribli vurğulayır ki, atılan addımlar bu sahədə olan maneələrin aradan qaldırılmasına zəmin yaradacaq. Bu kimi problemlər də qanunvericilikdə biz görürük ki, bu sahibkarlığa dair iqtisadiyyatın xüsusiyyətlərinə aid baxsaq görək ki, bu yeni iqtisadiyyat, bu yeni devrin paradigmasından irəli gələn bir problemlərdir və hesab edirəm ki, görür ki, bizdə o monitoring keçirilir, sahibkarlar bu problemlərini çatdırırlar, görür ki, vaxtında da dəyişikliklər edilir. Bir sözlə, atılan addımlar sahibkarlığın və iqtisadiyyatın inkişafına yönəlib. Belə olduğu halda da sahibkarların fəaliyyətində geniş imkanlar yaranacaq.